Əvvəlcə Allahdan həyat istədim. O mənə qaranlığı verdi. Sonra Allahdan işıq istədim. Həmin gün mən doğuldum. Amma bu işıq çox parlaq oldu və mən qorxdum, ağlamağa başladım. Allaha yalvardım ki, məni qorusun. Elə həmin dəqiqə anam məni qucaqladı və mən sakitləşdim. Sonra Allaha şükür elədim. Onda Allah mənim gözlərimi açdı. Başladım gülməyə, sonra böyüməyə, hər kəs kimi. Və bir gün Allahdan xoşbəxtlik istədim. Amma səs gəlmədi. Yenə dua etdim, yenə də xoşbəxtlik gəlmədi. Ondan anladım ki, xoşbəxtliyimi özüm tapmalıyam və başladım axtarmağa. Gücdə, şöhrətdə, qızılda, kitabda, elmdə, hər yeri gəzdim, dolaşdım, hər kəsdən soruşdum. Amma hər dəfə insanlar mənə səhv yolu göstərdilər. Və hər dəfə xoşbəxtlik sandığım qapıları var gücümlə döyəndə qapıları açan olmadı. Açılanlarda da xoşbəxtlik olmadı. Tapa bilmədim və yorulub başladım qayıtmağa. Yolda qoca, müdrik bir dərvişlə rastlaşdım və dedim, xoşbəxtlik yoxdur. O isə dedi, sən onu qıraqda axtarırdın, amma xoşbəxtlik sənin içindədir. Mən inanmadım. Onda dərviş əlimi götürdü və sinəmə qoydu. Dedi, qulaq as, döyüntünü eşidirsən? Bu sənin xoşbəxtliyində qapını döyür. Elə isə aç qapını. Ellər keçər ağrılar, bir gün mənə yuxu kimi gələr. Unudular hər acı, hər kin düşmənlər. Olar uşaqlıq dostu ya da uzaq tanış. Dalaş barış, hər nağılın sonu başqa bir nağılın başlanğıcı. Dəyişmir heç nə, dəyişən bircə divar təqvimimdəki yarpaqlar.